Hamıya salam uşaqlar. Bugün OSTK 9 sinif buraxılış imtahanında riyaziyyat üzrə istifadə olunmuş sualların izahına baxacaq. İlk sualda görürük ki, AB kvadratı kiçikdir 0, BC bərabərdir 0 və A kvadratı vurulsun B böyükdür 0-dan verib. AB kvadratı kiçikdir 0. Aydın məsələdir ki, deməli AB kvadratı mənfi verir bizə. BC 0-dırsa fikirləşir ki, ya B ya da C 0-dır. Və baxıram, əgər burada B kvadratı kiçikdir 0 yazılıbsa, bu deməkdir ki, B 0-dan fərqlidir. O zaman deməli C 0 imiş. Bunu saxladıq burada. Sonra baxırıq nəyə? A kvadratı vurulsun B böyükdür 0, AB kvadratı kiçikdir 0. Əgər B kvadratı bizə müsbət verirsə, deməli ifadənin mənfi olması üçün A mənfi olmalıdır. Yəni 0-dan kiçik. Və A mənfidir bu ifadədə. A kvadratı vurulsun B ifadəsində. A mənfidir. Kvadrat yüksəltdir, müsbət qiymət aldı. İfadənin özünün müsbət qiymət alması üçün B müsbət olmalıdır. Deməli A kiçikdir 0-dan, C bərabərdir 0 və B böyükdür 0-dan. O zaman A kiçikdir C-dən, C kiçikdir B-dən olacaq. Cavab C bəndi. Rəqəmlərin müxtəlif olan ən böyük 3 rəqəmi ədəd. Rəqəmlərin müxtəlif olan dediyi üçün ən böyük rəqəmi ədədimiz hansıdır ümumiyyətlə? 986. Çünki mənə müxtəlif deyir. Əgər müxtəlif olmasaydı 998 götürə bilərdim. Amma müxtəlif dediyi üçün mənə rəqəmlərin müxtəlif olmasına diqqət yetirməliyəm və cüt olmalıdır. 986. Bizə deyir ki, bu ifadəni bu ədədi 9-a böl, bölünməsindən alınan qalığı tap 2-dən. Mən bunu böləndə alınır 109, qalıq isə qalır 5. ABC bərabər tərəfli üçbucağının BC tərəfi üzərində denotası götürülmüşdür. Bu üçbucağın AB tərəfi ilə 20 dərəcəli bucaq əmələ gətirən AD parçası BH hündürlüyü ilə K nöqtəsindən kəsişirsə, bucaq AKB-ni tapın. Üçbucaq çəkirik buradan bir ədəd. ABC. BH hündürlüyüm var. Eyni zamanda da AD var. K nöqtəsində kəsişirlər və bilir ki, bu necə üçbucaqdır? Bərabər tərəfli üçbucaqdır. Yəni bucaqların hamısı 60 dərəcədir. Və bu bucaq 20 dərəcə əmələ gətirir. Əgər bütün bucaqlar 60 dərəcədirsə, bu deməli A bucağı da 60 dərəcə olmalıymış. Bura 20-dirsə, bura qalır 40 dərəcə. Və eyni zamanda bərabər tərəfli üçbucaqdırsa, o zaman bu BH hündürlüyü həm hündürlük, həm təvəyyən, həm də mediandır. O zaman bu da 30 dərəcə 30 dərəcə nisbətində bölünməlidir. Məndən bu bucağı soruşur. O zaman alfa toplu 20 dərəcə, toplu 30 dərəcə bərabərdir 180 dərəcəyə. Alfa bərabərdir 180 dərəcə çıxılsın 50 dərəcəyə. O dedir 130 dərəcə. Cavab olur B bəndi. 34-cü sualda. Yan tərəfi 5 olan bərabər yan trapeziyanın oturacaqları 6 və 12 olarsa, trapeziyanın hündürlüyünü tapın. Bərabər yan trapezi çəkirəm bədət. Yan tərəfləri 5-dir. 6, 12 oturacaqlarıdır və məndən hündürlüyü soruşur. Bərabər yanlı trapeziyadırsa, hər iki tərəfdən də belə hündürlüyü çəkə bilirəm mən. Və fikir versəz burada bir kvadrat əmələ gəlir əslində. Bura 6-dırsa, deməli burada 6 olmalıdır. Və bərabər yanlıdır axı. Bu hissələri də böləndə eyni nisbətdə bölünməlidir. Yəni 12-dən 6-nı çıxacam 6. Bu 2 hissəni 2-yə böləcəm. 3, 3. Mənə isə hündürlüyü lazımdır. Mən bu üçbucağa baxsam, düzbucaqlı üçbucaqdır. Pifaqor-teoremindən istifadə edəcəm. Hündürlüyün kvadratı topla 3-ün kvadratı bərabərdir 5-in kvadratı. Hündürlüyün kvadratı topla 9 bərabərdir 25. Hündürlüyün kvadratı bərabərdir 16. Deməli hündürlük 4 imiş. Cavab oldu 4. A-nın hansı müsbət qiymətində bu kəsrinin mənası yoxdur? Mənası yoxdur olması üçün məxrəc 0-a bərabər olmalıdır. O zaman A kvadratı çıxılsın 2A bərabərdir 0-dır. A-nı ortaq vuruq kimi çıxardıram. Mötərizənin içərisində isə A çıxı 2 qalır. A1 bərabərdir 0, A2 bərabərdir 2. Müsbətdir, 2-ni götürəcəm. Radius 8 olan çevrənin uzunluğunu tapın. Çevrənin uzunluğu bilirik ki, 2 pi üstündən hesablanır. O zaman 2 vurulsun pi, vurulsun 8. Cavab 16 pi. 37-də fərqi 46 dərəcə olan qonşu bucaqlarının kiçiyini tapın. Bilirik ki, qonşu bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Fərqi isə 46 dərəcə verilib. Sistem tənliyi kimi qururam, toplayıram və B-ləri aparıram. Alfa toplu alfa 2 alfa, 180 topla 46, 226. Alfa bərabərdir 113 dərəcə. O zaman beta da olacaq 67 dərəcə. Fərq azalandan A vahid kiçik olarsa çıxılanı tapın. Azalan çıxılan bərabərdir fərqdir. Düzdür. Azalanı x deyək, çıxılanı y deyək. Fərq isə azalandan, yəni x-dən A vahid kiçikdir.
X-lər gedir, Y bərabərdir A qalır. Deməli, Y A-ya bərabərmiş. Yəni, çıxılan A-ymış. Sahədəsini vurğulara ayırın. Fikir versəz, bu A kubu çıxılsın B kubuna oxşayır. Və biz bunu necə açırıq? A çıxılsın B, vurulsun A kvadratı, topla A vurulsun B, topla B kvadratı. Burada necə yazıram? 4x çıxılsın 3y, 4x'in kvadratı, yəni 16x kvadratı. Üstə gəlsin 4x vurulsun 3y, yəni 12xy. Üstə gəlsin 3y'nin kvadratı, yəni 9y kvadratı. Cavab oldu C bəndi. İfadəsini sadələşdirin. Hamısını bu 3'ü, bu 3'ə, bu -1-də bu 3'ə vurmaq lazımdır. 3 vur 3 9, -1 vurulsun 3 -3. Vurulsun A üstü 4. Bilir ki, əsaslar eynidirsə, qüvvətlərini eləməliyəm, toplamalıyım. O da bərabərdir A üstündə 10'a. Cavab B bəndi. Bu işlərə kəsişməni göstərəcək. Kəsişmə üçün nə lazımdır? Hər çoxluqda da eyni olan elementlər lazımdır. 5, 6, 7. 5, 6, 7. C bəndi. Bunu üç işarəsi altından çıxardım. Belə suallara nəyə fikir verməlisiniz? Siz müəyyənləşdirməlisiniz ki, A müsbətdirmi, yoxsa mənfidirmi? Və baxıram, kökün altında biz bilirik ki, mənfi ola bilməz. Və kubdur. Kubdursa deməli, əgər müsbət olsaydı, yəni müsbət çıxacaqdı. Müsbətlə mənfi mənfi idi. Kökün altında mənfi ola bilməz. Deməli, A müsbət deyilmiş. Mənfiymiş. Və 32-yə mən necə ayıra bilərəm? 16 vurulsun 2 şəklində. Yəni, 4A-nı kökün xaricinə salacam və qabağında mənfi atacam. Daha doğrusu sizə bəyənsizə eləyək bunu. 4A-nı mən modul şəklində edəcəm. Çünki bilmirəm də hələ mənfidir yoxsa müsbətdir. Amma müəyyənləşdirmişəm ki, A-nın özü mənfidir. Kökün altında isə qalacaq 2A. Qarşısında da mənfisi ilə. Burada çünki mənfi var. Və həmçində uşaqlar fikir verin. A müsbət olsa, yenə müsbətin mənfi vuranda mənfi eləyəcək. Ona görə dedik ki, A mənfidir. Mənfi vurulsun, mənfi müsbət eləyəcək. A mənfi olduğu üçün 4A-nı moduldan çıxaranda qarşısına mənfi atacam. Mənfi 4A, mənfi 2A. Cavab Y bəndi. Meyvə qurudulduqda kütləsinin 60%-ni itirir. Bu deməkdir ki, bunun artıq 40%-i var. Və 12 kiloqram meyvə qurusu almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? 12 kiloqram artıq meyvə qurusudursa, deməli 40% elə 12 kiloqrama aiddir. Məndən 100% təzə meyvəni soruşur. Bilmirəm, X. Hər 40-ı və 100-ü 20-yə bölürəm. Burada qalır 2, burada qalır 5. Sarpaz vururam. 5 vurulsun 12, 60 bərabərdir 2x-ə. X-ə bərabərdir 30 kiloqrama. İfadəsini sadələşdirin. Bunu A-4, A topu 4 kimi yazıram. Aşağıda olduğu kimi saxladım. A üstə gəl 4, 4 üstə gəlsin A. Toplananların yeni dəyişdirəcəm, dəyişməyəcək. Bunları ixtisar edirəm. Burada isə birində A çat 4-dür, birində 4 çıxardı. Mənfi müsbət məsələsi var. Biri müsbət, biri mənfi eləyəcək. İxtisar apara bilirəm, amma qarşısına mənfi atmalıyım. Mənfi 1 bölünsün ki, mənfi 0,5. D bəndi. İfadəsinin qiymətini hesablayın. 0,4-də A. Necə açırıq bunu? 9 üstü A kimi. Daha da 9-da A kimi. 1 tam A olsa 1,9'da A. Yəni 9'da 3. Topla 1,9'da 3. Topla 2,9'da 3. Toplayanda da bizə verəcək 4'ə. Gəlin ixtisarımıza eləyək. 3'də 1, 1,3'də 1, 2,3'də 1. Bərabərdir. Məxrəc 3, 1 toplanılsın 4, toplanılsın 7. Yəni 12 bölünsün 3. Cavab deyir 4. Tərəfləri 4-6 olan paralelogramın perimetri tərəfi A olan rombun perimetrinə bərabərdir. Paralelogramın perimetri nəyə bərabərdir? 2 vurulsun A topla B. Yəni 2 vurulsun 4 topla A. O da bərabərdir 20-yə. Rombun perimetri nəyə bərabərdir? 4A-ya. 4A 20-dirsə, A bərabərdir 5-ə. İfadəsinin qiymətini hesablayın. A kvadratı çıxılsın B kvadratı nəyə bərabərdir uşaqlar? A çıxılsın B, A topla B. Yəni, mən bunu həm çıxacam, həm toplayacam. Həmçinin bunu da həm çıxıb, həm toplayacam. 2026 çıx 2025. Vurulsun 2026, toplu 2025. Məxrəcisi 4051. Fikir verin. Bu bizə 1 verəcək. Bunu toplayınca 4051 verəcək. Bunu nəyə ixtisar edirəm? Qalır 1. Eyni şey bu misal üçün də. Baxın, toplayanda 4049, çıxanda 1. Yəni, bu ifadənin qiyməti 1-dir. O zaman 1 topla 1, cavab oldu 2. Bu da CV-də bildiyimiz bir düsturdur. Şəkil bu formada olduqda
Bura A'dır. AC 4'tür. CD ise 5'tir. A kvadratı, yəni AT-nin kvadratı, yəni buradan hərflərlə yazaq. Bərabərdir. AC vurulsun AC topla CD. Yəni A-nın kvadratı bərabərdir 4 vurulsun 4 topla 5-ə. A kvadratı bərabərdir 4 vurulsun 9, 36-ya. A da bərabərdir 6-ya. Cavab oldu 6. 49-a baxaq. Təhlillər sistemine aid bir misaldır. Neyəcəyik burada? X-i götürək. 3 var, 2 var. Ortaq olaraq 6-nı götürürəm. Bunu 2-yə vururam, bunu isə mənfi 3-ə vururam. Və yazıram. 3 vur 2, 6x, çıxılsın 4, y bərabərdir 24. İlk sətrin hamısını 2-yə, digərini mənfi 3-ə vurmalıyım. Mənfi 6x, çıxılsın 9y, bərabərdir 15. Toplayıram. 6x-ə mənfi 6x gedəcək. Mənfi 4y, mənfi 9y, mənfi 13y, bərabərdir 39-a, y bərabərdir mənfi 3-ə. X isə bərabərdir 2, aparıb yerinə qoyub tapacaq. X oldu 2, y oldu mənfi 3. 2 çıxılsın 3. 2 topla 3 bərabərdir 5-ə. Belə suallardan neyinirik? 256-nı yaza bilən mən 208 kimi. 3 vurulsun. M-in yerinə 0,125 4'te 1 deməkdir. Rahat olsun 4'te 1 yazıram. 4'ü də həmçinin 2 üstündə 2 kimi yazıram. Burada da yenə mənfi 2 vurulsun 4'te 1. Daha sonra yazıram 2 üstündə 8 vur 3 vur 4'te 1. Üstə gəlsin 2'nin üzərində 2 vurulsun mənfi 2 vurulsun 4'te 1. Bura mənfi 4'dür. 4'e vuram mənfi 1. Yəni 2 üzərində mənfi 1. Burada da 4 ilə 8 aparıram. 2 vurulsun 2 üstündə 6. 64 topla 0,5 bərabərdir 64,5. Bilirik ki, hər hansı ədədin üzərində mənfi varsa, o 1 bölünsün A şəklində yazılır. Yəni 2 üzərində mənfi 1, 1 bölünsün 2 deməkdir. Yəni 0,5. Bu cür ifadələrdə də qarşısındakı ədədi K-ya vururam. A-nın qarşısında 3 var, yəni 3 vur K. B-nin qarşısında 5 var, yəni 5K. Və yaxud da sarpaz vurub 5A bərabərdir 3B yaza bilərsiniz. A bərabərdir 3K-ya, B bərabərdir 5K-ya. B 5K, B çıxılsın da 5K çıxılsın 3K, 2K. K'lar gedir 5 bölünsün ki 2,5. 52'yə baxaq. Rombdur və bilirik ki, rombun tərəfləri nədir? Bərabərdir. Fikir versiniz artıq 3 bucaq AB-dir. Bizdə oldu bərabər yanlı. Əvvəlcə bunu tapmaq lazımdır ki, bu bərabər yanlı bucaqdır. Çünki biz buradakı bucaqları tapanda bilməliyik ki, bu iki bucaq bir-birinə bərabər bucaqlardır. A-nı bizə verib 3x çıxılsın 10 dərəcə, C-ni də verib 2x topla 10 dərəcə. Və bilirik ki, bunlar qarşılıqlı bucaqlardır, yəni bərabərdirlər. 3x çıxılsın 10 dərəcə bərabərdir 2x topla 10 dərəcə. X bərabərdir 20 dərəcə. 20-ni aparıb yerinə qoyuram. 3 vurulsun 20 çıxılsın 10. O da bizə verir 50 dərəcəni. Və 3 bucağa baxırıq. A, B-dir. Bura 50 dərəcədir. Bərabər yanlı olduğundan da bu iki bucaq bir-birinə bərabərdir. Alfa toplu alfa 2 alfa toplu 50 dərəcə bərabərdir 180 dərəcə. Alfa bərabərdir 130 bölünsün 2, yəni 65 dərəcə. Cavab oldu 65 dərəcə. 53. Düzbucaqlı üçbucaqdır. AD 8, BC 6-da 21 və AB isə 11-dir. Əvvəlcə DC-ni tapacam, sonra isə BD parçasının uzunluğunu tapacam. Və BD parçasının uzunluğunu tapmalıyam. Bunun üçün də bunu rəngləyək beləsinə. Fikir verin, ABC özü bir düzbucaqlı üçbucaqdır, həmçində DBC özü bir düzbucaqlı üçbucaqdır. Bu BD hissəsini tapmaq üçün mən əvvəlcə bu x-i müəyyənləşdirməliyim. O zaman yazaram. 11-in kvadratı bərabərdir. 2 alt 21-in kvadratı topla x topla 8-in kvadratı. 121 bərabərdir 21 topla x kvadratı topla 16x topla 64. X kvadrat topla 16x çıxılsın 36 bərabərdir 0. X topla 18 vurulsun x çıxılsın 2 bərabərdir 0. X1 mənfi 18 x2 isə 2. Tərəf mənfi olmaz. x2 bərabərdir 2-ni götürürəm. Və aparıb burada yenə qoyuram. x2 imiş. Çəkdim düzbucaqlı üçbucağımın yenidən. C, B, D. Bura 2. 3 altında 20-də B isə. Mənə lazımdır B hissəsi. Yəni bunu irdən işarə edək. Yenə Pisagor teoremi tətbiq edirəm. Y kvadratı bərabərdir 2-nin kvadratı topla 3 altında 21-in kvadratı. Y kvadratı bərabərdir 4 topla 21-ə. O da bərabərdir 25-ə. Yəni y bərabərdir 5. 54-cü sualda bizə 3 çoxluq verilib. A, B, C.
Bu çoxluqları 3-ə, 4-ə, 5-ə qalqısız bölünən natural ədədlər olaraq bölüblər. A 3-ə bölünən, B 4-ə bölünən, C isə 5-ə bölünəndir. Bizdən soruşur, ştıxlənmiş hissədə olan ədədlərin sayını tapın. Ştıxlənmiş hissə, baxın, buradır. Bizə burada olan ədədlərin sayı lazımdır. Fikir verin, nəyə kəsişməsini göstərir bu? 3-dən 4-ün. Amma qaçırtmayaq, burada ümumi belə bir hissə də var. Oranı qarından göstərim. Baxın, bu hissə də var bizdə. Bu hissə nəyi göstərir bizə? Həm 3-ə, həm 4-ə, həm 5-ə bölünənləri. Yəni, biz nəyə fikir verəcəyik? Sırf 3-ə və 4-ə bölünən olmasına. Ona görə nə edəcəyik? 2 əşob tapmalıyıq biz. Əşob 3, 4, 5 və əşob 3, 4. Niyə? 3, 4, 5 odur ki, baxın, kəsişmə hansılarda aiddir? A, B, C. 3-ün kəsişməsi var burada. 3, 4, 5, 60'dır. Vuram K'ya. Niyə K'ya vuram? Çünki 60 deyildi, yəni cavab. 60-dan başqa qiymətli ola bilər ki, 120 olub bölünsün. Deməli, 10 görə 60 vur K yazıram. Hansı ədədlər ola bilər bunlar? Əlbəttə ki, 60 ilə 120. 2 ədəd var. 2 ədədimiz var. Hansı ki, ümumi olaraq həm 3-ə, həm 4-ə, həm 5-ə bölünür. İndi tapıram 3-dən 4-ü ki, baxım görüm ümumi olaraq nə qədər ədəd var ki, bunlar həm 3-ə, həm 4-ə bölünür. 12 vurulsun n qədər. N-lər bir-bir saymağa ehtiyac yoxdur. Neyinirik? 120-ni bölünəm 12. Bilirəm ki, 120 ədəd var məndə. 10 enir. Deməli, uşaqlar, həm 3-ə, həm 4-ə bölünən ümumi olaraq 10 da ədəd var. Amma bu 10 da ədəddən 2 dənəsi 3-dən 4-ə bölməyə etdən yanaşı 5-ə də bölünür. 5-ə də bölünür. Mənə isə lazımdır sırf 3-ə və 4-ə bölünər. O zaman ondan ikisini çıxıram. Cavab da olur 8. 55. X1, X2, X3-dən qeyd edim bunları. X1 olduğu kimi qalır. İkinci ədəd birincidən 3 dəfə böyükdür. Yəni X2-yə bərabər olacaq. 3 vurulsun X1-ə. Üçüncüdən isə 7 vahid kiçikdir. Belə sualları çəkməmək üçün, əgər ikinci üçüncüdən 7 vahid kiçikdirsə, deməli üçüncü ikincidən 7 vahid çox olacaq. Yəni X2 topla 7. X2 nəyə bərabərdir? 3x1-ə. Yəni 3x1 topla 7. Bu üçün cəmi 77 verir mənə. X1 topla 3x1 topla 3x1 topla 7. Bərabərdir 77-yə. 7x1 topla 7 77-dir. O zaman 7x1 bərabərdir 70-ə. X1 də bərabərdir 10-a. Bizdən bu ədədlərin hasilini soruşur. 10, 30 və 37. 10 vurulsun 30. Vurulsun 37. Bərabərdir 11.100-ə. Bu qədər uşaqlar, ümid edirəm ki, izah xoşunuza gəlmişdir. Bəyənməyi və kanala abunə olmağı unutmayın.